Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Dövlət Gömrük Komitəsində 15 iyul Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlətinin, xalqının maraqlarını daim hər şeydən üstün tutan, ömrünün hər anını ölkəsinin xoşbəxt, firavan gələcəyinə həsr edən ümummilli liderin 15 iyunda yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanın davamlı inkişaf dövrünə qədəm qoyduğunu bildirərək vurğulayıb ki, dahi rəhbərin dərin zəkası, idarəçilik qabiliyyəti sayəsində ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində mühüm addımlar atıldı və müasir standartlara cavab verən gömrük xidməti yaradıldı. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Xankəndi şəhərində Xankəndi şəhəri, Şuşa, Xocalı, Ağdərə, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Qazaxıstan Respublikasında MDB iştirakçısı olan dövlətlərin gömrük xidməti rəhbərləri şurasının 82-ci iclası keçirilib. İclasda MDB iştirakçısı olan dövlətlərin gömrük xidmətləri arasında gömrük nəzarəti proseslərində istifadə olunan informasiya texnologiyaları və proqram vasitələri, perspektiv rəqəmsal həllər, eləcə də inspeksiya baxış komplekslərindən istifadə üzrə qabaqcıl təcrübələrin müzakirəsi aparılıb. İyunun 12-sində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi tərəfindən biznes subyektləri üçün növbəti təlim keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar, rəqəmsal transformasiya, etibarlı tərəfdaş konsepsiyası, gömrük qanunvericiliyində yeniliklər, eləcə də gömrük orqanları ilə biznes subyektləri arasında işgüzar əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Dövlət Gömrük Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə hava nəqliyyatında Baş Gömrük İdarəsində insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib. Təlimdə insan alveri qurbanlarına göstərilən sosial xidmətlər, onların reabilitasiyası və reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə Bakı Neft Maşınqayırma Zavodu MMC-nin inzibati ərazisində Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin icraatında olmuş və barəsində məhkəmənin məhv etmə qərarı qəbul edilmiş 18 cinayət işi üzrə ümumilikdə 216 kiloqram 379.877 qram və 1156 həb narkotik vasitə, 2472 həb və 1 kiloqram 249.572 qram psixotrop maddə, 836 həb güclü təsir edən maddə, 287 qutu və 684 həb müxtəlif dərman vasitələri yandırılaraq məhv edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.